Bismillahirrahmanirrahim. Biz sənə beyət edib səndən güzaldıq ya Əli. Körpəlikdən qəbrədək dildə şüarım ya Əli. Haqq əliyinəndir Əli, haqq ilədir haqqın səsi. Üstündür insu cinin ibadətindən zərbəsi. Qeyd edib vallah deyib, Rəsul Allahın özü. Bunları Allah sənə ehsan edibdir ya Əli. Sən Xudanın şirisən, Allahın həq şəmşirisən. Sən Quranın ən gözəl ustadısan, təfsirisən. Sən sənə beyət edən hər bir kəsin əmirisən. Sən deyən tək bölünəcək cənnət, cəhənnəm ya Əli. Sən o təqvada məs Rəsul Əkrəm bənzəri. Sən oldun tək başına fəth eyləyən o Xeybəri. Sən bu işlə inan ki şad eylədin Peyğəmbəri. Səndədir təqva iman, güc ilə qeyrət ya Əli. Sən bu dünyada qəti dünyaya yoldaş olmadın. Rəsulallahdan başqa biri ilə qardaş olmadın. Köçdü bu fani həyatdan qardaşın tək qalmadın. Qaldı Əhməddən sənə Zəhra əmanət ya Əli. Nəfsinə təslim olanlar eylədi inkar səni. Qollara vurmağa zəncir tapdılar cürət yəni. Qədri xumda söyləmişlər eylədi təsdiq səni. Görmüsən lənət olunmuşdan xəyanət ya Əli. Həqqini qəsb eləyib onlar verib əziyyət sənə. Bəsləyib qəlbində nifrət daimə onlar sənə. Vurdular İslam'a zərbə, oldular düşmən sənə. Onların sarmış inan, ruhun cəhalət ya Əli. Doymadı zatı xarablar bir işə baş vurdular. Gəldilər Zahra evin od vurdular, yandırdılar. Peyğəmbərin qızının qabırğasını sındırdılar. Görmüsən dünyada sən gör nə əziyyət ya Əli. Olmadıq dünyada bir gün ahsız, həm naləsiz. Eyləyib təhrik bizi xeyli günaha nəfsimiz. Mən günahlarla dolu məhşərdə qalsam çarəsiz. Haqqına xatır mənə eylə şəfaət ya Əli. Haqqına xatır mənə eylə şəfaət ya Əli.